Baxın, biz insanlar bir zaman uşaq olaraq gedirik orta məktəbə, bir dənə sinifdə dərs oxuyuruq. Orada bizim kənarımızda bizim kimi bir neçə şagirdlər olur. Biz onlara yoldaş misalı baxırıq, deyirik bunlar bizim sinif yoldaşımızdır. Adam böyüyür, gedir ali məktəbə daxil olur. Orada, məsələn, yataqxanada qalır, tələbə yataqxanasında bir otaqda yaşayır, bir neçə insan adamla. Onlar olurlar adamın otaq yoldaşı. Adam ordu sıralarına gedir, hansısa cəbhədə, səngərdə döyüşür, orada adamla silahdaşları olur, cəbhə yoldaşları olur. Çox misalları artırmayım. Eləcə də bir zaman adam evlənir, özü üçün bir dənə cütlük nəzərdə tutur, bir qadını gətirir öz həyatına. Elə ilkin baxışda bir çox dillərdə olduğu kimi bizim də dilimizdə ona deyirlər həyat yoldaşı. Amma həqiqət baxımından baxsaq, həyat yoldaşı sözünün fərqli bir dərin mənası var. Həyatın çox şaxəli və çox sahəli ehtivaları var. Bəzi insanlar belə düşünür ki, hər kəslə bir məkanda, bir zamanda olarsa ondan yoldaşdır. Amma əsl həqiqətdə yoldaşlıq bu deyil. Yoldaşlıq hər kəslə bir məkanda yox, bir zamanda yox, bir məramda olsun sən ondan yoldaşsan. Yoxsa bu ki dedim həyat çox sahəli olur. Bəzən görürsən bir kişi bir qadınla həyat sürür. O qadın bunun rifah halından məmnundur. Ondakı maddi imkanatı yaxşıdır. Maddi imkanatı ilə, rifahı ilə bundan mehribandır, yaxşı yaşayır. Amma birdən rifah əlindən getsə, maddi sıxıntılar olsa, qadın buna biganələşir. O onu göstərir ki, bu bunun refah yoldaşıymış, kasıbçılıq yoldaşı böyüymüş. Ola bilsin bu bundan boşanmır, ola bilsin ayrılmır. Amma baxışında belə biganəli yatdıq özün göstərir. Ya bəzən ola bilsin bir dənə qadın insanla həyatında fəqət bu qədər insana yaxındır ki, bunlar elə mətbəxdə bir yerdədirlər. Ya otaq yoldaşıdılar, ya üzr istəyirəm, yataq yoldaşıdılar. Amma həyatın müxtəlif mərhələlərində həmin bu adam ki, bu gün sağlam idi, bununla bir idi, səhər xəstəliyə düşəndə qadın bundan fasilə açır. Bu da onu göstərir ki, bu bunun həyatının sağlamlıq yoldaşıymış.